Bismillahirrahmanirrahim. Salam əziz izləyicilər, hər birinizi xoş gördük. Üçbucaq layihəsinin növbəti verilişi günümüzü əhatə eləyən aktual məsələ, məxsusən haqq və batil arasında gedən savaşdır. Bu günləri İran, İsrail, ABŞ arasında gedən savaş yalnız millətləri, dövlətlərin savaşı deyil. Bu savaş haqqla batilin üz-üzə gəldiyi bir mübarizədir. İstəyirik ki, bu verilişimizdə biz bu hadisə ilə bağlı bir sıra məsələləri müzakirə eləyək. Əziz dostlarımızla Şeyx Kazım və Hacı Xanmirzə ilə birlikdə. İlk öncə belə bir məsələ var ki, haqq və batil mövzusu və buna necə kömək etmək olar. Görürsünüz, yəni haqqla və batil arasında mübarizə gedəndə ağıl sahibi olan bir şəxsin vəzifəsidir ki, haqqın yanında olsun. Amma bununla belə biz görürük ki, cəmiyyətdə, yəni ümumiyyətlə ölkələr arasında, cəmiyyətlər arasında haqqın da yanında olanlar var, batilin də yanında olanlar var. Bu mühümdür. Bizim üçüncü yolumuz yoxdur ki, ya haqq var, ya batil var. Üçüncü yol deyilən bir şey yoxdur. Yəni tərəfsiz olarsan, mən tərəfsizəm, yox, elə bir şey yoxdur. Ya haqqın yanında olmalısan, ya da batilin yanında. Yox ki, mühüm məsələ budur. Yəni ümumi köməklər nədir? Bu məsələdə medianın təsiri nədir? Məxsusən də mühüm məsələdir bugünkü dövrümüzdə. İnşallah o barədə müzakirə eləyək. Bismillahirrahmanirrahim. Əziz Seyyidimizin də buyurduğu kimi haqq və batil mövzusu xüsusən bugünün aktual mövzularındandır. Bugün bütün dünyanın gözü İran, İsrail və ABŞ müharibəsindədir. Daha doğrusu buyurduğunuz kimi haqq və batil savaşına yönəlib məsələ. Ümumiyyətlə biz tarixi vərəqlədikdə deyə bilərik ki, bəşər övladı daim bu mübarizənin içərisində olub. Bir tərəf Allah cəbhəsi olub, digər tərəf onun müqabilində olan Küfr cəbhəsi, bəli, küfr cəbhəsi, şeytan cəbhəsi. Haqq və batil mübarizəsində tarixi vərəqləyəndə məlum olur ki, bəzi vaxtlarda nisbətən bu mübarizə və müharibə qarışıq olub. Məsələn, Cəməl müharibəsi, ya Səqifə hadisəsi, ya Qədirxum hadisəsi. Məsələn, Cəməl müharibəsində iki dəstə bir-birindən üzbəüz durmuşdu ki, bu iki dəstə hər iki tərəfi müsəlman idi. Hər iki tərəfi namaz qılırdı. Hər iki tərəfi azanlayan idi. Peyğəmbərə iman gətirmişdi. Zahirdə bəli, hər iki dəstə zahirdə Peyğəmbərə iman gətirmişdi. Bunun mənfi tərəfi bu idi ki, kənardan baxanlar sanki məsələni qarışdırırdılar. Hətta bəzilər gəlib deyirdilər ki, biz bilmirik Əli haqdır yoxsa onun müqabilində olanlar. Məsələ bu qədər qarışıq idi. Amma bəzi vaxtlarda nisbətən aşkar olub, xüsusən də sonrakı dövrlərdə. Məsələn, Peyğəmbərlərin dövründə Peyğəmbərlərin müqabilində olanlar ki, bütpərəstlər idi, onların bütü nədən ibarət idi? Öz əlləri ilə düzəltdikləri taxtalardan ibarət idi, daşlardan ibarət idi. Yəni, azca təfəkkür, məsələn, Həzrəti İbrahim kimi peyğəmbərlər onları ki, təfəkkürə dəvət edirdi. Azca təfəkkür eləməklə məlum olurdu ki, əslində onların tapındığı batil bir şeydir, öz əlləri ilə düzəltdiyi bir şeydir, heç bir qüdrətə, heç bir iradəyə sahib olmayan bir qüdrət idi ki, ona tapınırdılar. Yəni, az təfəkkürlə tez bir zamanda haqqı tapa bilirdilər həmin o zamanda. Sizin işarə elədiyiniz məsələ, bəli, mən də əlavə edeyim, biz bundan qabaqki verilişimizdə də toxunmuşuq məsələyə. Haqq və batili ayırma meyarlarından biri. Təbii Quran özü də dəfələrlə insanlara deyir ki, düzgün təfəkkür eləyin, yəni düzgün, daha sonra dərin düşünün. Bəsirətli baxın məsələlərə, məsələlərə gedən proseslərin pərdə arxasını analiz edin. Bu düşüncə budur da. Bəli. O da sən eləyə bilərsən, haqqla batili bir-birindən ayıra bilərsən. Həm düşüncə, həm məsələn ilahi rəhbərin özü, həm məsələn Həzrət Əlinin müharibəsində Peyğəmbər sallallahu buyurmuşdu ki, Əli haqladır və haqq Əli iləndir. Bunlar meyarlardır da, insanı haqqa tərəf sövq elətdirən meyarlardır. Bugünkü müharibədə isə nisbətən deyərdim, mövzu daha da aşkardır. Məsələn, İran İslam Respublikasının müqabilində duran cəbhə. Hansı cəbhədən söhbət gedir? O cəbhədən söhbət gedir ki, onlar IŞİD yaratdılar. Məsələn, biz bu yaxınlarda maraqlı bir hadisənin şahidi olduq. Amerika Birləşmiş Ştatlarının terrorizmlə mübarizə təşkilatının keçmiş sədri ki, istefa verdi bu hadisələrdə. Bu istefanın özü də çox səs-küyə səbəb oldu. Ya maraqlı sözlər deyir istefadan sonra. Joe Kent,
Deyir ki, biz IŞİD təşkilatını öz məqsədlərimiz üçün yaratdıq və İrana zərbə vurmaqdan ötürü yaratdıq. Yəni düşmən tərəf sanki bir dənə hür çıxardır ortalığa, bir nəfər çıxır ortalığa ki, peşman olub öz əməllərindən. Həmən düşmən tərəfin içərisindən etiraf gəlir ki, IŞİD-i biz yaratmışdıq və məqsədimiz də nə idi? İrana zərbə vurmaq. Bu nəyi göstərir? Bunu göstərir ki, İran İslam Respublikasının müqabilində duran təfəkkür həmən IŞİD təfəkkürüdür. Biz IŞİD barəsində danışsaq ki, günlərlə danışaq. IŞİD yəni nə? IŞİD yəni qız gəlinləri oğruyub apardılar, kəniz elədilər, təcavüz elədilər, kişilərin başlarını kəsdilər, İslam abidələrini dağıtdılar, tarixi abidələri dağıtdılar. Yəni insanlığa zidd nə hadisə var idisə, IŞİD onu törətdi. Onun memarları kimdir? İslami şüarlardan istifadə edərək İslamın kökünü dağıtmaqla məqsəd. Bəli, həmin o IŞİD təfəkkürünün memarı bu gün İslam Respublikası ilə müqabil durub. Və yaxud da İslam Respublikası ilə İranla müqabil olan cəbhə Qəzzanın qatilləridir. IŞİD, ardınca Qəzza. Mən bunları niyə deyirəm? Getmirəm tarixə. Bu gün baş verənlərlə istəyirəm bizi dinləyənlər. Müasir biz bu günləri yaşadık, gördük. Bəli, bizi bu gün dinləyənlər müasir tariximizə əsasən az təfəkkür eləməklə başa düşəcəklər ki, haqq cəbhə hansıdır. Bu gün İranla müqabil olanlar həmən o şəxslərdir ki, 60 mindən çox insanı gözümüzün qabağında qətlə yetirdilər. 20 mini uşaq olmaqla. Yəni. Bəli, 20 mini uşaq. Zarafat rəqəmdir. 20 min uşağı amansızca qətlə yetirdilər, heç bir günahı olmadan. Həmən cəbhədir bu gün İranla müqabil durub. Üstəlik, bir dənə nöqtəni deyək, bu günümüzün səs-küylü hadisəsi. Epşteynçilər də bu gün İranla müqabil durur. Epşteyn adası. Epşteyn adasında hansı cinayətlər baş verdi? Hansı cinayətlər baş vermədi? Hansı cinayətləri törətmədilər? O uşaqlardan tutmuş böyüklərə qədər öz şeytanlarının müqabilində qurbanlar elədilər, təcavüzlər elədilər və s. Demək istəyirəm ki, bu gün o adam ki, istəyir bilsin, haqq cəbhə hansıdır bu savaşda, getsin IŞİD, Qəzzə və Epşteyn sənədlərini araşdırsın, ona aydın olacaq ki, bugünün haqq cəbhəsi hansı cəbhədir. Sözünüzə qüvvət, mən də bir məsələyə toxunum. Bu döyüş, siz də buyurdunuz, hər iki ustad. Haqla batil döyüşüdür. İran, Amerika, İsrail döyüşü deyil. Haqla batil döyüşüdür və aşkar şəkildədir. Haqla batil aşkar şəkildədir. Mübarək Ramazan ayında başladı da döyüş. Mübarək Ramazan ayında başladı və döyüşün adı Ramazan döyüşüdür. Deməli, bir tərəfdə Allaha görə ac qalanlar idi. Qarşı tərəfdə isə insan əti yeyənlər idi. Bir tərəfdə Allaha görə susuz qalanlar idi. Başqa bir tərəfdə uşaq qanı içənlər idi. Odur bunların arasında ümumiyyətlə kimsə, heç bir normal insan eləyə bilməz ki, şəkki olsun. Şəkki olsun ki, hansı haqqdır, hansı batil. Və sözünüz bu idi ki, mövzunun bir hissəsində bu müzakirə olunma hissəsində bir hissəsində bu olacaq idi ki, bunlara necə kömək etmək olur və ya hansı nümunələri var. Bu haqla batilə kömək nümunələri bir neçədir də. Bir kömək nümunəsi budur ki, fiziki kömək edirlər. Misal üçün, baxın, çox təəssüflər olsun, bəzi müsəlman ölkələri öz torpaqlarında baza veriblər düşmənə və düşmən oradan hücum edir. Bu çox pis bir hadisədir. Böyük xəyanətdir. Böyük bir xəyanətdir. Həm İslama, həm müsəlmanlara, həm bəşəriyyətə. Sən təsəvvür elə, Epşteynçilərə torpaq verirsən, oradan hücum eləyir Hüseynçilərə, Peyğəmbər ümmətinə hücum edir. Burada bir mühüm məsələ də var. Bəzən o quru qoşunların yeridilməsi mövzusu ortaya gəlir. Burada heç kimin şəkki olmamalıdır. Heç bir müsəlmanın şəkki olmamalıdır ki, İrana qarşı hər hansı bir müsəlman hücum edərsə, addım atarsa, daha o şəhid adlanmayacaq, o leş adlanacaq, əgər bu döyüşdə ölərsə və yeri də əbədi cəhənnəmdir. Bir nümunəsi budur, fiziki, düşmənə fiziki kömək etmək. Bir nümunəsi, kömək nümunəsi maddidir, maddi məsələdir. Siz yəqin ki, görmüsünüz də sosial şəbəkələrdə. İraq cəmaatı
Kəşmir cəmaatı həddən artıq bu məsələdə isargərlik eləyirlər. Mən bir Fədakarlıq- xəbərlərdə Fədakarlıq gördüm. eləyirlər. Mən bir xəbərlərdə gördüm Kəşmir cəmaatı 80 milyon dollar İran cəmaatına yardım edir. Bəli. Məsələn, bəzi videolarda göstərilir ki, bir cavan uşaqdır, bir velosipedi var. Başqa bir imkanatı yoxdur da, onu gətirir fədakarlıqla, onu gətirir, satır, onu hədiyyə edir. Və ya Üzr bir istəyirəm. xanım öz maşınını gördüm ki, gətirib satır deyir və ağlayır deyir, bundan artıq yoxumdur. Bu bir növ maddi köməklərdir. Maddi Üzr kömək. istəyirəm, sözünüzə qüvvət. Təəssüflər olsun ki, bəzi müsəlman dövlətləri Bunun Amerikanın əksini qorxusundan addım ata bilmir. Hətta məsələn Türkiyə kimi böyük müsəlman dövləti iddiası da böyükdür də, özünü müsəlmanların lideri kimi aparmaq istəyir. Hı. Lider deyil ha, aparmaq istəyir. Bəli. Amma Amerikanın qorxusundan bir tır da olsun hələ yardım göndərməyib. Bu çox acınacaqlı bir haldır. Bəli, bəli, bu çox acınacaqdır. O tərəfdən haqq cəbhəsinə kömək nümunələrini dedi, batil cəbhəsinə də kömək nümunələri var Mən da. üzr Batil istəyirəm cə- bir məsələyə işarə edeyim Hacının sözünə qüvvət. Məsələ məsələn yardımdan öncə görün bu İran ki bunların qabağında neçə bu gün müharibə baş verir. Bu 2 günün məsələsi deyil ki, İranla Amerika mübarizə aparır. Yəni müharibə aparır. Bir vaxt indi müstəqim birbaşa müharibə gedir bunlar arasında. Bir vaxt müharibə Suriyada gedir. Həm IŞİD məsələsini Bəli. işarə elədiniz. Nisdən şəkil görmüşdüm. Araşdırmalarda var idi ki, IŞİD paltarında Amerika əsgərləri. Bəli. Batinkaların şəkillərindən məlum oldu ki, bunlar Amerika əsgərləri müqayisə olunmuşdu. Bəli. İndi məsələ bilirsiniz nədir? İşarə elədiyimiz Türkiyə məsələsi və başqa müsəlman dövlətlər məsələsində yardım edib etməmək yox. Bundan qabaq məsələsi, bundan qabaqki məsələlərdə nə vaxta kimi haqqın yanında, İranın yanında olublar ki, nə vaxta qədər İranı müdafiə eləyiblər. Bəli. Nə vaxta qədər Amerika kimi zalımların və yaxud da ki, uşaq qatılına Siyonist rejimin qabağında olublar. Yardım Yəni bunların müqəddimələri var. Bu vaxta qədər məlum olur ki, bunlar düşmən tərəfdə olublar. Bu gün də yəni təbii hadisədir. İran kimi, yəni tək bir dövlət, müsəlman dövlətidir. Bu qədər hegemonlardır. Baxmayın indi biz deyirik düşməndir. Allah müqabilində zəifdir belə, amma bu da zəif. Yəni o qədər texnologiyası, müasir silahları var. Bu elə belə bir şey deyil. haqq Görürsüz ki, bu cəbhəsinə gün də yəni yardım etməməyi bundan qabaqki hadisələrə dayanır ki, bundan qabaqki hadisələrdə heç bir müqabili olmayıb düşmənlərlə, kafirlərin heç bir yəni müqabili olmayıb, mübarizəsi olmayıb, onların qabağında dayanmayıb. Elə bilən bunlar hamısı səbəbdir. Yəni bu cəmiyyəti haqq tanıtır. cəbhəsinə kömək etməyib ki, heç müsəlman ölkələri batil cəbhəsinə kömək edib. Və nəyi var? Maddi baxımdan kömək edirlər. Bu günləri baxın, İsrailə yanacağı verən kimdir? Müsəlman ölkələri. İsrailin qırıcıları həm Qəzzədə, həm İranda uşaqları ki vurdular, ona Bəli. hansı yanacaqla vurdu? Yəni batilə Hansı kömək müsəlman? etməyi deyirsiniz də siz. Bəli, bəli. Hı. Yəni həm haqqa, haqq cəbhəsinə kömək eləməyin nümunələri var, həm batilə. Hansı yanacaqla vurdu uşaqları? Müsəlman uşaqların, Şiə uşaqların, Hüseynçi uşaqları hansı yanacaqla Müsəlman vurdu? xalqlarının nefti. Müsəlman xalqının nefti ilə, Yəni bu gün qazı ilə, o yanacaqla bu gün vurdu. Təbrizdən Urmiyaya qədər şəhid olan uşaqları hansı yanacaqla Şəhid doldurulmuş qırıcılar Bəli. vurur, bəli. şəhid eləyir. Sonra da çıxıb pantürkçilikdən dəm vururlar ki, biz türklərin arxasında, türkün arxasında əgər ən azından pantürk prinsiplərinə görə istəsəydin türkləri, təbrizliləri dəstəkləyəsən, gərək o yanacaqları verən hökumətlə mübarizə edirdin. Ona etiraz edirdin ki, niyə bu yanacaqları vurursunuz? Bizim Bəli. balalarımızı Təbrizdə vururlar. Sən ki bunu deyə bilmirsən, deməli yalançısan. Bu Sən bir mənfi cəbhədə insansan. idarə olunur ki, Sənlə Epsteinçilərdə heç də fərq yoxdur. bir Buyurun. dənə cəbhədə idarə olunur. Sizin İranın keçmiş şahının oğlu var, indi şah iddiası eləyir, o Rıza Pəhləvi. Qayıdır Amerika əsgərlərinə təşəkkür edir nəyə görə? İranda uşaqları öldürdüyünə Bəli. görə. O günləri məsələn baxıram o sosial şəbəkələrin hansında idi. Görsən pantürkizmlər sevinirlər. İrana hücum oldu, İranda uşaqlar öldü və yaxud da ki, hər hansı bir şəhərlərində cəmaət ölür. Ona görə sevinir. Yox ki, sən sevinirsənsə, bunun içində siz işarə elədiniz də, Təbriz
cəmaatı da var, Azərbaycanlılar da var. Siz belə türk üçün ürəyiniz yanır. Niyə Türkiyə kömək etmək üçün bir addım atmırsınız? Niyə Türkü öldürən Amerikan qabağında dayanmırsınız? Deməli sizin dərdiniz nə türkdür, hətta millətimizdir, milləti ideologiyası yanlış ideologiyadır. Amma siz belə millətinizi belə sevmirsiniz. Bəli. Deməli sizin Yalansız. Məqsədi, Məqsədiniz yalan başqadır. Hətta yalan millətçiliyin deyil, biz özündə. İşarə eləyəcəksən. İşarə eləyəcək medianın təsiri bu Bəli, müharibədə. bəli. Bəli. Hətta Buyurun. millətçiliyin özündə bu batil cəbhə sadiq deyil. Sən millətçisənsə, sən Təbrizin, Urmiyanın, Ərdəbilin cəmaatı qırılır. Sən burdan öz mövqeyi göstərməlisən. Bu cəmaatı müdafiə etməlisən və bunu şəhid eləyənlərin qarşısında durmalısan əməli formada. Biz amma bunun əksinin şahid oluruq. Əlbəttə bunun da səbəbi var ha. Bəzi avam insanlar bu cür alladırlar da. Deyirlər ki, Amerika əgər İranı məğlub eləsə, İranda demokratiya baş verəcək və oradakı sistem dəyişiləcək. Ondan sonra bu türklər birləşəcək. Mənim onlara sözüm budur ki, Amerika, Vyetnam, Əfqanistan, İraq, Liviya, Suriya və s. ölkələri bu günə qədər dağıdıb töküb də hansına demokratiya gətirib ki, siz bu Amerikadan demokratiya gözləyirsiniz? Bəli, bəli. Maraqlısı budur. Nəticə olaraq pan-türkçüləri nəticə olaraq bunu görür ki, pan-türkçülər ümumiyyətlə nəticə olaraq epişteynçilərə xidmət edir. Mən Yəni, onu o- deyirəm. ola Rıza bilməz Pəhləvi ilə ki, Panişlər bəli, yeddiyətdir. ola bilməz ki, sən türk deyəsən, amma Azərbaycandan neft gedə, qırıcılar onunla zapravka eləyirlər, onunla yanacaq, o yanacaqdan istifadə eləyirlər, müsəlmanları və türkləri vuralar. Sən də dillənməyəsən. Bəli. Bir kəlmə heç olmasa dillən, biz inanaq ki, deyək hə. Bir kəlmə Azərbaycan hökuməti. Ən azı Bir millətçi kəlmə, olduğunuza inanın. bəli, ən azından sənin millətçiliyində sədaqət və inanaq ki, sən düz deyirsən. Bütün bunlar onu göstərir ki, bu cərəyanlar hamısı bir nöqtədən qidalanır. Bəli. Qaynaqları birdir. Həmən o batil cəbhədir ki, bəzilərini millətçiliklə, bəzilərini məzhəbçiliklə, bəzilərini müxtəlif adlarla aldadırlar. Nəticə etibarilə hamısını çəksinlər batil cəbhəyə. Mən Çox yeri gözəl var. olardı ki, bundan sonra bu milliyyətçilikçiliklər ki var, məxsusən də milliyyətçiliklərə. Bunlara deyək epişteynçilər. Çünki epişteynçilik maraqlarına xidmət Mən edir. yeri Bir var. yerdən qidalanırlar. Yeri var bir məsələ işlədim. Şəhid rəhbərimizin qəşəng bir istilahı var idi. Deyir ki, o İslamdan qabaq cahiliyyət dövründə məsələ necə idi? Eynilə qovumçilik var idi. Bəli, Mənim bəli. qovum başqa qovumdan, mənim ərəb başqa əcəmdən üstündür. Belə bir inancılığı vardı. Diri-diri qızları öldürərdilər, Bəli. bastırardılar. Hətta bəzilərinin öz istəklərinə görə istifadə edirdi. Eyni ilə epişliyin sənədlərində də göstərir. Və yaxud da ki, qovumçilik, qovumu sevmək, bu da millətçiliyi sevməklə uyğun gəlir. Görürsən, ağa bunu qəşəng deyir, şəhid rəhbərimiz modern cahiliyyət. Bəli. Bir cahiliyyət var, bir də modern cahiliyyət. Yaxşı. Bunu gətirib elə bir bəziyiblər. Bəli. Elə bir mədəni Bəli. formada yapıb satdırıblar cəmiyyətə. Millətçilik bu cahiliyyətdir. Hmm. Sənin meyarın insani şəxsiyyətin, sənin meyarın Quranın dediyi ilə təqvanın, nə bilim, belə deyək, insani keyfiyyətlərinin daha yuxarı olması ilə seçilməlidir üstünlüyündə, üstünlük meyarı. Sənin meyarın Azərbaycanlı olmağın, nə bilim, fars olmağın, yəni rus olmağına görə seçilməməlidir ki. Ona görə elə millətçilik ideologiyası əsl cahiliyyətin geridə qalmışın özüdür. Bəzən deyirlər İslam geridə qalıb. İslam geridə qalmır. Millətçilik ideologiyası geridə qalıb. Trump kimi epişliyin cinayətkarları geridə qalmış insanlardır ki, neçə min il bundan qabaq cahiliyyət ideologiyasını modern şəkildə cəmiyyətə göstərirlər. İndi gəlsin cəmaət müqayisə eləsin, geridə qalmış olardı yoxsa İslamdır? Bəli. Təbii ki, olardı. Təəssüflər olsun ki, bugünün insanı da bəzən məsələlərə dərin baxmaq istəmir. Amma maraqlı oyanış da hiss olunur. Dünya çapında. Yəni hətta Vicdanlı Amerikanın insanlar. özündə, İngiltərənin özündə maraqlı insanlar çıxır ortalığa, maraqlı sözlər deyir. Misal olaraq son günlərdə ingilis bir Twitter istifadəçisi var idi. Yəni dəqiq tweet yazıb İran barəsində. Brofs adında bir Twitter istifadəçisidir. Deyir ki, İran sözünün məzmunu budur da, İran bütün bəşər üçün azadlıq mübarizəsi aparır. İran məğlub olarsa, dünya həmişəlik quldarlıq dövrünə qayıdacaq. İran qalib gələrsə, dünya azad olacaq.
Əgər azad olmaq istəyirsinizsə, burası çox maraqlıdır ya. İranı Əhsən. dəstəkləyin. Əgər azad olmaq istəyirsinizsə, İranın qalibiyyəti üçün dua eləyin. Görün, bir dənə ingilis Twitter istifadəçisi də məsələyə necə dəqiq yanaşır. Ki, mövzu ümumiyyətlə insanlığa aid bir mövzudur. Nə hansı bir dinə aid mövzudur qəşəng. Hətta dindən də yuxarı. İran bəşəriyyətin xilası üçün mübarizə aparır. Çünki müqabilində duranlar bəşəriyyəti daim quldar vəziyyətində saxlamaq istəyənlərdir də. Bütün dünyanın sərvətini talayanlar kimlərdir? Həmən bu cəbhədir. Bu gün İrandan müqabil olan cəbhə. Məsələn, BP şirkəti adı altında neftlər hara gedir? Qərb dünyasına, həmin İngiltərəyə gedir. Və yaxud da biraz öncə şeyx də buyurdu, İsrailin özünə yanacaq hardan gedir? Həmən bu müsəlman ölkələrindən. Niyə? Çünki İran İslam Respublikası ilə mübarizə aparan cəbhə qarşı tərəfi daim qul görmək istəyir. Sərvətini talayır, aparır, özləri yaxşı yaşasınlar. Amma müsəlman xalqları daim qul vəziyyətində yaşasın. Belədir də. Və özü də təhqir edir. Çox maraqlıdır. O ölkələrdən ki, neft ələ gətirir, neft maraqları var o ölkələrdə. Misal ondan biri Ərəbistandır. Bəli. Əvvəl bir dəfə ona dedi, sən mənim sağlan inəyimsən. İndi daha təhqir edici bir söz dedi ki, ümumiyyətlə efirdə adam deyə bilmir, dilə gətirə bilmir. Həm təhqir edir, həm istifadə edir, təbii sərvətləri talayır. Hər cəhətdən istifadə edir. Ümumiyyətlə hegemon tağut və zalım qüdrətlərin, batil qüdrətlərin həmişə maraqları bu olub ki, xalqları kiçiltsin, xalqları təhqir etsin. Çünki təhqir olmasa, xalq təhqir olmasa, izzətli olsa, heç vaxt ona tabe olmayacaq. Təhqir edir, zillətə salır, zəlil edəndən sonra istədiyi kimi onlardan istifadə edir. O əziz rəhbərimiz də, şəhid rəhbərimiz də Amerika barəsində qəşəng bir söz deyir. Amerika mafiya dövlətdir. Məzmununu deyirəm. Mafiya dövlətdir. Bunların xüsusiyyəti bilirsiniz. Bunlar girirlər o ölkədən, bu ölkədən oğurlayırlar. Özlərini saxlayırlar və özlərinin böyüməsinə səbəb olur. Mümkündür məgər bir adam ki, uşaq qatilidir, ona necə etimad eləmək olar? Onun, yəni hətta Trump ümumiyyətlə normal insan deyil. Məsələn, baxın, bir gündə çıxıb 5 dəfə bir-birinə zidd olan, bir-biri ilə paradoks olan sözlər deyir. Amerika bu adama, ümumiyyətlə bu adama necə olar insan inansın? Hazırda bilmirəm, görübsüz, Azərbaycanda bəzi medialar var, çıxıblar, politoloqluq eləyirlər. Məsələn, özləri etiraf edirlər ki, biz əvvəllər İranı yalan yerə insanlara pis tanıtdırmışıq. Hətta şayələri özümüz qurmuşuq, danışmışıq. Düzdür? Ola bilsin bəziləri onlara inansın ki, indi etiraf edirlər, güya tövbə ediblər. Xeyr, tövbə etməyiblər. Tülkünün tövbəsi, qurdun tövbəsi elə edamdır. Aradan gedməsidir. Onlar tövbə eləmirlər. İndi də hansısa bir batil marağa görə elədikləri səhvi etiraf edirlər və güya xəcalət çəkirlər. Ümumiyyətlə o şəxslərin üzündə, danışığında bir xəcalət hissi görsənirmi? Əlbəttə bunlar vəziyyətə uyğun dəyişən adamlardır. Söhbətimizin ən mühüm qismi burada batil və haqqa kömək etmək və burada medianın təsiri. Bir təsiri bu idi. Media haqqı gətirir, batil kimi, batildə haqq kimi cəmiyyətə çatdırırdı. Bu mühümdür. Media insanlara bu günləri Azərbaycanda ən böyük təsir İranı düşmən kimi göstərdilər. Yəni sosial şəbəkələrdə trolların yazmağı və yaxud da ki o açıq şəkildə media, internet kanalları hamısı bir ağızdan İran Ermənistana kömək elədi. Ayətullah Xamneyi Ermənistana kömək elədi. O ki, halbuki Ayətullah Xamneyi idi ki, neçə il bundan qabaq Qarabağda ölənlər şəhidlər fətvasını vermişdi, hökmünü vermişdi xütbələrin birində də. Onun video materialı da var. Sadəcə bu media bu təsiri qoydu azı. İnşallah bu barədə də ətraflı bəzi məsələlər müzakirə olunmalıdır. Media nə kimi təsir göstərdi? Elə bilirəm, ən mühümmi demək olar hal-hazırda mediadır. Həm batilə xidmət eləməkdə, həm o dediyiniz kimi ümumiyyətlə haqqı batil kimi göstərməkdə. Əli Əslan buyurduğu kimi batilin metodu bu cürdür də. Heç vaxt batili olduğu kimi xalis şəkildə təqdim eləmir.
və heç vaxt da haqqı olduğu kimi təqdim eləməz. Batili olduğu kimi xalis şəkildə təqdim eləmir. Buna görə ki, onun müştərisi olmaz. Batili batil kimi verməzlər ki. Haqqı da təqdim eləməzlər. Haqq da bunun mənafeyinə ziddir. Bu çünki batildir. Nə iş görür? Hədisdə buyurulur ki, yuxazu min hazə ziğsun və min hazə ziğsun fəyəmzican. Biraz ondan, biraz bundan götürür və qarışdırır. Media bu işi görür və demək olar ustalıqla da bu işi bacarır. Yəni bunu etiraf eləmək lazımdır ki, cəmaatı kifayət qədər aldada biliblər. Biraz haqqdan götürür, biraz batildən götürür, öz məqsədini qarşı tərəfə ötürə bilir. Məsələn, şeyx də buyurdu, son zamanlarda maraqlı etiraflardan birini şahid olduq. Azər Fridon verilişində bir nəfər şair, dırnaqarası ideoloq, Piruz Dilənçi adında bir nəfər çıxır etiraf eləyir. Xalq gərək bu şeylərə diqqət eləsin. Çıxır etiraf eləyir, deyir ki, 3 dənə əsas yalanı İran barəsində mən uydurmuşam. Bir də Ayətullah Xamneyinin barəsində olan yalan. Yəni, təsəvvür edin, bir nəfər bu sözü deyirsə, görün milyonlarla bu batil cəbhənin silahdaşı olan insanlar gün ərzində nə qədər yalan uydururlar. Məsələn, gecə gündüz dedilər ki, İran Ermənistan yardım edir. 30 il bu sözü dedilər, düzdür. İnsanların zehinlərinə bu məlumatı ötürdülər. Amma biz bunun əməli formada, praktiki formada şahid oluruq. Məsələn, Azərbaycan əskəri Qarabağ müharibəsində girdi Füzulidən, ta getdi Kəlbəcərə qədər, Zəngilana, Qubadlıya qədər. Bunların deməyinə əsasən, gərək bizim qənimətlər parkının yarısından çoxu İran silahları olardı. Bəli. Bunlar ki, bu qədər təbliğat apardılar, İran Erməniyə silah verir. Gərək qənimətlər parkının yarısından çoxu İran silahları olaydı. Halbuki bir dənəsi də yoxdur. Halbuki göstərildi İsrailin kömək olunması materialları. Əksi, İsrail heç. Amerika rəsmi şəkildə Ermənistana yardım göstərir. Fransa rəsmi şəkildə yardım göstərir. İsrail Hindistandakı zavodlarının vasitəsilə rəsmi şəkildə Ermənistana silah yardım eləyir. Yəni bunların deməyindən bu nəticəni almalıydıq ki, Azərbaycan əskəri hər bir hərbi hissəyə girəndə İran silahlarını görməli idi. Bu bir. İkincisi, biz müharibənin ortasında İran dronlarını görməliydik. Üçüncüsü, İran raket ölkəsi idi. Erməni gərək İranın raketlərini ataydı. Bunların heç birini görməmişik. Təsəvvür elə, İranın raketləri 2000 kilometr, 1200 kilometr o tərəfdə gedib İsraili vurur. Bu qədər radarlardan keçir vurur. Amma İran o silahları verir ermənilərə. Ermənilər ondan 200 metrə bu tərəfdə Azərbaycanı vura bilmir. Bu yalanın qısası aşkardır da. Bunun yalanında ümumiyyətlə şəkk eləmək olmaz. Deməli, hər kəs indiyəcən deyibsə silah verir, yalandır. Bəli, bir gün gələcək, onu da etiraf eləyəcəklər. Onu da çıxardacaqlar ki, onu da biz demişdik. Əlbəttə, əgər İran raketlərinin sayını çoxaltsa, etiraflar çoxalacaq. Bəli. Bu vəziyyətə görə dəyişən adamlar da. Hamısı sionist və hazırki dünyaya qüdrət göstərən batil qüdrətlərə tabe olduqlarına görə onlar hər nə qədər zəifləyəcəksə regionda, onlar o həmin Trumpın dediyi süd verən inəklərə bənzirlər. Trumpa süd verməyəcək, İsrailə süd verməyəcək, məcburdur ki, Trumpı məğlub eləyənə süd versin. Bəli. Dünya insanının xarakteri budur da. Bunun səbəbi budur ki, bunlar qüdrətə tabedirlər. Bugünə kimi Amerika, İsrail qüdrətdə idi. Məxsən ölkəmizdə İsrailin nüfuzu var. Sabah İsrail nüfuzu getsə, başlayacaq İsraili sürməyə, İran nüfuzu çoxalsa İranı tərifləməyə. Bunlar belə bir şəxsiyyətdir. Bunların meyarı bunlara kim çox pul versə, kim çox bunların qabağını atsa, kim daha çox qüdrətlidir, bir də məni əzə bilər. Kimdən daha çox qorxsalar. Qorxurlar, sonra qorxurlar, məhəbbət, dünya malına, nə bilim, pula məhəbbət. Bir insanın şəxsiyyəti, şərəfi olmalıdır. Bunların şərəfi yoxdur, bunların şəxsiyyəti yoxdur. Bunların şərəfi də, şəxsiyyəti də puldur. Bunların niyə görə qorxurlar? Qorxun insanın neçə şeydən ki, insan ümumiyyətlə qorxur. Məsələn, qüdrətdən qorxur. Nəyə görə? Bəzi bağlılıqları var, ona görə qorxur. Şərafətli, ləyaqətli insan, şəxsiyyətli insan qorxmaz.
Bəzən də deyirlər, düşmən də olanda kişi kimi düşmənçilik elə. Çox təəssüflər olsun ki, media İslamla kişi kimi düşmənçilik eləmədi. Əhsən. İsrail, Amerika İslamla bu gün də İrana kişi kimi düşmənçilik eləmir. Kişi kimi düşmənçilik eləyən gedər hərbi obyektləri vurur, gəlib uşaqları vurmaz. Kişi kimi mediada düşmənçilik eləyən belə yalan məlumatları yaymaz. Gələ doğrunu cəmaatın qabağına qoyur ki, cəmaat bax, bu budur, bu da budur. Öz dostunuzu, düşməninizi özü seçsin. Media belə bir şeydir. Gətirib insanlara göstərir. Media Çox ilə təəssüf bağlı- olsun Azərbaycan mediası cəmaatın, xalqın əlində deyil. İşin ən pis tərəfi bilirsiniz harasındadır? Bizim fiqhimizə əsasən, dini göstərişimizə əsasən müsəlmanlarla döyüşən kafirlərə silah satmaq haramdır. Nə demək istəyirəm? Əlbəttə bu hökmü əvvəli ilə bu cürdə, hökmü sanəvi ilə məsələ dəyişə bilər. Onunla işimiz yoxdur. Demək istəyirəm ki, biz ki deyirik ya, İran erməniyə silah satmayıb, səbəbi bu idi ki, erməni müsəlmanlarla döyüşürdü. Bəli. Bunun da başında kim dururdu? Yəni bu qadağanı kim tətbiq edirdi? Bizim fəqihlərimiz. Yəni İmam Xomeynilər, İmam Xamneylər. Onlar icazə verməyiblər ki, İran erməniyə silah satsın. Bəli. Amma təəssüflər olsun ki, media vasitəsilə gecə-gündüz həmin bu şəxslər təhqir olunur. Bəli. Yəni insanlar həqiqətdən bu qədər uzaq düşəndə bu acı nəticə ilə biz Bu qarşılaşırıq. məlum məsələdir. Bir məsələyə işarə edeyim. Gərək millətimiz, cəmaatımızda, məxsusən Azərbaycan cəmiyyəti məlumatlı olsunlar. Əhsən. Bəzi də işarə elədiniz. Məlumatsızlıq səbəb olur insan haqqla batılı ayıra bilmir, qarışdırır. Sən İran barəsində məlumatın yoxdur, başlayırsan 5-10 nəfərdən söz eşitsən, başlayırsan tənqid edirəm. O gün kimi İrana gəlib alver eləyən adam idin. Sən başlayırsan bu günləri İranı söyməyə, İranı təhqir etməyə. Düşürlər təsir altında, çünki məlumatsızlıq yoxdur. Çünki istiqlaliyyət, müstəqillik yoxdur da. Bəli. Ancaq onun fikrindən biraz götürür, bunun fikrindən biraz götürür. Başlayır cəmaatın fikirlərini danışmağa. Araşdırın, indi internet dövrüdür. Niyə gəlsən bir dənə şeyə baxırsan, ancaq ona nəticə çıxarsan. Amma öz xeyrinə gəlincə və yaxud da bir iş görmək istəyəndə, ya bir ev tikmək istəyəndə, maşın almaq istəyəndə, şəxsi həyatında hər hansı bir addım atmaq istəyəndə, onunla yerə keçsən, araşdırırsan, ən yaxşısına baxırsan, nə bilim ev tikmək istəyəndə, gəlsən ən yaxşı materiala baxsan, ən yaxşı şirkətlərə müraciət edirsən, gəlsən alsan nədir? Keyfiyyətli işim çıxsın. Niyə bu haqq və batillə gələndə, niyə bu İran məsələsinə gələndə, Qarabağ məsələsində İranın cəmaata söydürdülər? Niyə məsələlərə gələndə sən gedib yaxşı məsələləri araşdırmırsan? Niyə ondan xəbərə baxıb bir dənə nəticə çıxarmırsan? Bir dənə xəbərə baxsan, ondan Bəli. sözünü deyirsən. O da Bir çayxana cəmiyyət xəbəri. elədir. Ay sağ ol, O da çayxana. çayxana xəbəri. Sayxana. Hər bir məşhurat. Media ilə bağlı siz gözəl məqamlara toxundunuz. Bir əhəmiyyəti barəsində və bu günümüzə tətbiq eləmək istəyirəm. Bu barədə bir deməli media o qədər əhəmiyyətlidir. Hər dövrdə də media olub da. İmam Əli əleyhissalam ilk namaz qılan olub. Tarixdə də gəlib və hədislərimizdə də gəlib. İlk namaz qılan olub. Amma o dövrdə Şamda, o dövrün mediası Şamda Muaviyyənin əlində olduğu üçün, batil bir qüdrətin əlində olduğu üçün Əli əleyhissalamı namaz qılmayan kimi tanıtdırıb cəmaata. Yəni ilk namaz qılan, Kəbə evində doğulan, məsciddə yaralanan bir insanı batil qüdrət, batil media tam əks tanıtdırıb. Bu günlərdə həmin Əli əleyhissalamın yolun gedənləri batil tanıtdırır. Niyə? Çünki bu günləri media ümumiyyətlə kimin əlindədir? Medianın kökü, əsası, quruluşu batil qüdrətlərin əlindədir. Batil qüdrətlər tərəfindən bu icad olunur və hal-hazırda da idarə olunmaqdadır. O da ümumiyyətlə mediaya etimad etmək, zalıma etimad etmək, batil qüdrətlərə tərifləyənlərə etimad etmək pisdir. Bir müsəlman eləyə bilməz ki, batilə etimad etsin. Baxmalıdır ki, bir media ki, batili İsraili haçansa tərifləyirsə, onun xeyrinə bir söz deyirsə, deməli bundan bir dəfə bu yalan danışırsa, ikinci dəfə yalan danışanda, ikinci dəfə söz deyəndə bilmirəm yalan deyir yoxsa düz, şəkk eləməlisən də, normal insan şəkk eləməlidir. Bir dəfə gedirəm birindən, bir dükandan, bir mağazindən bir şey alıram, pis çıxır, xarab çıxır. İkinci dəfə gedib alanda düşünməməliyəm ki, xarab çıxa bilər. Deməli, bir dəfə bundan yalan görürsənsə, hətta özləri çıxıb etiraf edirlər ki, biz uydurmuşuq. Bəli. Və bunlar da yayıblar. Və sonra da özlərini təqsirkar görürlər
Belə halda ikinci dəfə hardan məlum ki, ikinci dəfə bu metodla Yalan söyləməyəcək. yalanı etiraf Bəli, eləyib bəli. insanları, ümum cəmaatın düşüncələrini aldadıb, fikirlərinə nüfuz eləyib təzədəndən insanları aldatmayacaq. Media bu qədər pisdir. Mən bir misal demək istəyirəm. Misal çəkmək istəyirəm. Deyirlər bir nəfər, 3 nəfər var idi. Bəzi misallar çox ibrətamizdir. Deyirlər 3 nəfər söz qoydular. Dedilər gəlin yarışaq. Nədə yarışaq? Bəziləri yarışır yaxşı işlərdə. Dedilər gəlin yarışaq görək ən şərəfsiz insan kimdir? Ən dəyərsiz insan kimdir? O da deyir biri getdi bir qız balaca qız uşağını gətirdi. Birinci bir nəfər buna işgəncə verdi və ölümcül hala saldı. Bu pisdir də, uşaqdır, körpə uşaq, özü də qız uşaq. Və özün qəhrəman elan etdi ki, mənəm. Qalib mənəm. Bu yarışda qalib mənəm. İkincisi dedi, yox, mən səndən də qalib olacam. Buna uşağa su verdi, yardım etdi, sonra uşaq özünə gələndən sonra həmin işgəncələri etdi və uşağı öldürdü. Və uca səslə qışqırdı ki, bu şərəfsizlik müsabiqəsinin qalibi mənəm. Üçüncüsü heç bir iş görməmişdi. Başladı gülməyə və əl çalmaya və hamıdan çox sevinməyə ki, dedi, qalib mənəm. Dedilər, niyə? Dedi, o uşaq mənim uşağım idi. O qız uşağı mənim uşağım idi. Mən susdum. Bu günləri müsəlmanları qırırlar. Müsəlmanlara hücum edirlər. Qəzzəyə, İrana. İsrail, Amerika məlumdur. Üçüncüsü isə müsəlman ölkələridir. Üçüncüsü isə müsəlman ölkələrində politoloqluq edib dırnaqarası Amerika və İsrailin cinayətlərini dəstəkləyənlərdir. Üçüncü özün qalib elan edən medialardır, müsəlman medialarıdır. Və şəhid olanlar da onların balalarıdır. Bunları dəstəkləyən mediadır, blogerlərdir. Batili dəstəkləyən blogerlər və dırnaqarası müsəlmanlar və ya media başçıları hamısı bu üçüncü dəstəyə aiddir ki, onlar görürlər zülm olur və dəstəkləyirlər. Hal-hazırda bəzi blogerlərə baxın, gecə-gündüz işləyir və İranın əleyhinə. Ümumiyyətlə Azərbaycan mediasına baxın, Türkiyədə əlhəmdülillah bir miqdar azadlıq var. Türkiyənin, məsələn, mən Azərbaycanlı dostlara, ümumiyyətlə türk dilli dostlara tövsiyəm budur ki, ən azından Türkiyə mediasına baxsınlar, izləsinlər ki, orada bəzi medialar var ki, həqiqətən də İsrailin əleyhinə təbliğat aparırlar. Bəzən Azərbaycan mediasına baxırıq biz, ümumiyyətlə hiss olunmur. Bunlar İrana görə məsələn narahatdılar. Məsələn belə də həmişə deyirlər də 30 milyon bizim Azərbaycanlı var, həm vətəndaşlarımız var, ondan sonra həm vətənlərimiz var. Bu cür nə deyirlər. Amma kədər görsənmir, sevinc görsənir. Üçüncü dəstə o misalda dediyim üçüncü dəstə bilirsiniz bir də kimlərə aiddir? Bu məsələdə sevinənlərə. Bəzi müsəlmanlar var, sevinirlər. Bir nəfər görürəm ki, Facebookda mənə yazıb ki, bu məsələyə baş qoşmaq ilə ümumiyyətlə molla hara, bu söhbətlər hara falan. Mən də yaxşı cavab yazdım ona. Dedim ki, molla fətva verməsəydi, kəbin oxumasaydı, haramzadə olardın. Və əgər sənə canazə namazı qılmasa, leş olarsan. Bu həqiqətdir. Mollanı pisləyənlər bu məsələlərə diqqət eləsinlər. Mollanın ölümünə, din aliminin ölümünə sevinənlər bu məsələlərə diqqət eləsinlər. Həqiqi mənada bu məsələlərə diqqət eləsinlər ki, bu cür nədir? Əgər din getsə, siz olacaqsınız Epşteynçilər üçün olacaqsınız bir dənə alət, qurban olacaqsınız. Biraz öncə Seyid qardaşımız da elə siz də bir məsələyə toxundunuz haqla bağlı. Burada iki dənə məsələ oldu da. Biri budur ki, insan haqq və batil savaşında axtarış aparmalıdır. Maraqlanmalıdır, laqeyd olmamalıdır. Niyə? Axirəti ilə bağlıdır. Batil cəbhədə dünyadan getsə, axirətdə gərək heç kəsi qınamasın. İkincisi də budur ki, bəziləri axtarış aparırlar, haqqı görürlər. Məsələn, görürlər ki, İranın müqabilindəki dəstə kimdir də? İşitçilərdir, epşteynçilərdir, qəzza qatilləridir. Qəbul eləmirlər. Bu mühüm nöqtədir. Haqqın müqabilində bizim vəzifəmiz var. Hədisdə buyurulur ki, haqqın müqabilindəki vəzifəmiz
yəqbəlunəl haqqa izə səmi'uh. Haqqı eşitdikdə qəbul eləyərlər. Ardınca buyurur ki, və yəbzilunehu izə suiluh, və haqqın müqabilində bəzl eləyərlər onlardan istənildikdə, lazım gəldikdə. Yəni mən haqqı eşitdimsə, birinci qəbul eləməliyəm. Əbu Cəhilli eləməməliyəm. Əbu Cəhil bilirdi peyğəmbər haqqdır, qəbul eləmədi. İkincisi budur ki, bəzl eləməliyəm, yəni xərcləməliyəm. Malımla, canımla, hər nəyim varsa haqqın yolunda lazım gəldikdə özümü xərcləməliyəm. Və haqqı Bu- digərlərə çatdır. Bəli, həm deməliyəm, həm çatdırmalıyam, həm də əməli surətdə praktiki olaraq yardım göstərməliyəm. Bu bizim şər'i vəzifəmizdir Bəli. həm də. Maraqlı mövzulardan biri də bu müharibənin qalibi kimdir? Deyir ki, İran İslam Respublikası bu günləri Epişteyn cəbhəsi ilə üzbəyüzdür. Təbii ki, biz müharibənin qalibini axtarırıqsa, deməli ki, müharibənin qalibi bir mənalı olaraq İrandır. Bu həm gözlə görsənir. Bu gün aşkardır. İran bütün məsələləri açıb qoyub ortalıqlara. Bütün düşmənin bazıları vurulur. İkincisi, düşmən öz hədəfinə, məqsədinə çatmır. Üçüncüsü, düşmən hədəfini və məqsədini biraz da arxaya aparıb. Nə demək istəyirəm? Məsələn, geri çəkilib. Düşmən deyirdi ki, mən 3 dənə şey istəyirəm də İrandan. Birincisi rejim dəyişikliyi. İkincisi nüvə mövzusu. Üçüncüsü raket istehsalının dayandırılması. Bunların heç biri dayanmayıb. Sistem də yerindədir. Nüvə də öz axarında gedir. Raket də hamı görür də, raketlər də göz qabağındadır. Allah daha da Və qüvvətli ən eləsin. əsası və ən mühüm bu günləri millətin meydanda olmağı. Əgər yadınıza gəlirsə, bu müharibədən qabaq bəzi müqəddimələr törə elədilər. Bəli, ixtişaşlar törətdilər. İxtişaşlar törətdilər, milləti səhnədən çəkmək istədilər. O qədər iqtisadi problemləri ölkə daxilində yaratdılar. Və baxırlar ki, millət yenə meydandadır. Bəli, o iqtisadi problemləri desək, İranın başına bu 47 ildə gətirilən bu müsibətlər başqa bir müsəlman ölkəsinin başına gətirilsəydi, bəlkə də 47 gün dözməzdi. Bəli. Bu sanksiyalar, bu ağır sanksiyalar. Avropa Hormuz boğazını bağlamaqla bütün Avropa düşüb. Təsəvvür edin, hələ o 47 ay baş verməyib, il demirəm amma, ay baş verməyib Avropa və Qərb dünyası İranın tətbiq elədiyi sanksiyalardan əziyyət çəkməyə başlayıb. Demək istəyirəm ki, İran niyə qalibdir? Ona görə ki, bu günləri qarşı tərəf hansı mövzunun mübarizəsini aparır? Hörmüz boğazının açılmasının. Yaxşı məsələyə toxunmuşlar. Deyirdilər ki, məgər müharibədən qabaq bu Hörmüz boğazı bağlı idi, açıq idi də. Deməli, mövzu o qədər geriyə aparılıb ki, İslam ordusu tərəfindən. Düşmən artıq daha geridə olan hədəfi ilə məşğuldur. Hörmüzü açmaq istəyir, onu da aça bilmir. Yaxşı bir məsəl var deyil. Necə deyil? Düşmən xeyrə vasitə olar əgər Allah istəsə. Hə. Məşhur bir dənə dünya iqtisadiyyatçısı var, Simon Johnson adında. Deyir ki, hal-hazırda Hörmüzdə baş verən hadisə İranın ABŞ-a sanksiya tətbiq eləməsidir. Bunu artıq dünya ictimaiyyəti görür də. Bunu da deməliyik ki, şəhid rəhbərimiz illər öncə bu məsələyə toxunub ki, bir gün gələcək, biz onlara sanksiya tətbiq eləyəcəyik. Bəli. Şəhid rəhbərimizin öncə görməyini isbat edən amillərdən biri də budur. Bəli, bu gün reallıqdır. Reallıq budur ki, bu gün İslam ordusu qarşı tərəfə sanksiya tətbiq eləyir və bununla da düşməni geri çəkməyə vadar eləyir. Şəhid rəhbərdən söz açılmışdı. Mən istəyirəm bir məsələyə işarə edim. Əgər fikir versiniz, elə bu müharibədə qalibliyə əgər baxsaq və tarixlə bunu müqayisə etsək, çünki cəmiyyətimiz İmam Hüseyn cəmiyyətidir, düzdür. Neçə il mediada bəzi güclər də istəyirlər cəmiyyətimizi dəysə, amma bizim Azərbaycan cəmiyyətimiz İmam Hüseyni çox istəyir, Məhərrəmini çox istəyir. Əgər bu hadisəni dilə gələk İmam Hüseyn qiyamı ilə, Aşura məktəbi ilə biz müqayisə eləsək, qalibin kim olduğunu artıq biləcəyik. Bilirsiniz, baxın, Amerika iddia elədi. Biz belə eləyəcək, dəfələrlə rəhbəri təhqir və təhdid elədilər. Ki, öldürəcək, axırda öldürdülər, şəhid elədilər, düzdür. Bunun müqabilində qaldı və şəhid rəhbərimiz bundan çəkinmədi, özünü qurban verdi. Eyni ilə İmam Hüseyn atdığı addım atdı. Biz ilahi rəhbərlərin xüsusiyyəti budur. Bir həddə qədər mübarizə artıq həqiqətən mən yenə də deyirəm, düşməni zəif görmürük.
Amma Allahın qüdrəti bütün qüdrətlərdən üstündür. Çünki kamil qüdrətdir. Onda heç bir naqislik yoxdur. İnnallaha yudafiu anillezine amanu. Allah möminləri müdafiə eləyir. Baxın, fikir verin. Əziz rəhbərimiz eyni ilə İmam Hüseynin yolunu getdi. Bir həddə qədər gəldi, mübarizə apardı. Artıq gördü ki, həqiqətən xətər çox ciddidir. Özün canın fəda elədi ki, məgər rəhbərimiz gedib gizlənə bilməzdi. Netanyahu neynir? Hayanlarda qalır, heç bilməm, pənahgahlarda yoxdur. Amma əziz rəhbərimiz bunu eləmədi, şəhid rəhbər. Qaldı meydanda və meydanda şəhid oldu. Öz qanı ilə düşməni sındırdı. O 3 dənə amil ki, dediniz, nizamı dəyişə bilmədi. Məqsədində millət gəldi meydana, rəhbərin qanını bərəkətli idi. Eyni ilə neçə il bundan qabaq İmam Hüseyn bunu elədi, öz qanı ilə cəmaatı oyatdı. Kim qalibdir? Qalibiyyəti təyin etməkdən ötürü iki aspektdən yanaşmaq olar, iki yöndən yanaşmaq olar məsələyə. Biri budur ki, dini baxışdan məsələyə yanaşırıq. Niyə dini baxışdan? Çünki hamı müsəlmandır da, müsəlmanlar söhbət edilir, müsəlmanlar dini baxışa yiyələnməlidirlər və dini baxışa malik olmalıdırlar və buna əsasən öz düşüncələrin, təhlillərin, analizlərin qurmalıdırlar. Bir də hədəf prinsiplərinə əsasən təyin edə bilərik ki, kim qalibdir. Dini baxışdan ümumiyyətlə biz əvvəldə bu sözü dedik, siz əzizlər də buyurdunuz. Haqq cəbhəsi ilə batil cəbhəsi döyüşür və haqq cəbhəsinin təmsilçisi İrandır, İran İslam Respublikası və ona kömək eləyən hər kəs hər həddən ona kömək eləsə, onlar da haqq cəbhəsindədirlər. Batil cəbhəsi də dedi ki, Amerika İsraildir və ona kömək eləyənlərdir. İstər müsəlman olsun, istər qeyri-müsəlman, istər media olsun, istər fərdlər olsun, şəxslər, blogerlər olsun. Haqq dini baxışa əsasən ümumiyyətlə haqq cəbhəsinin məğlubiyyəti yoxdur. Misal üçün Nəmrudla Həzrəti İbrahimlə Nəmrud cəbhəsinin hansı məğlub oldu? Hansı qalibdir? Həzrəti Musa ilə Firon, peyğəmbərimizlə müşriklər, kafirlər, İmam Əli ilə döyüşdüyü Xəvaric, Maviyə, İmam Hüseyn ilə Yezid. Burada İmam Hüseyn şəhid oldu, amma kim qalib idi? Kimsə deyə bilər Yezid. Ümumiyyətlə batil cəbhəsi heç vaxt qalib ola bilməz. Heç vaxt. Biz bu dünya 50-60 ildir, 100 ildir. Amma əbədi bir dünya var. Əbədi dini baxışda buyururlar ki, əbədi dünyanı nəzərə alıb sən deməlisən ki, qalib kimdir, məğlub kimdir. Allah Taala Quranda özün həmişə qalib adlandırır. Çünki mümkün deyil. Allahın məğlubiyyəti mümkün deyil də, bu qeyri-mümkün bir şeydir. O tərəfdən möminləri də həmişə qalib adlandırır. Niyə? Çünki mömin ilahi prinsipli bir varlıqdır, insandır. O da heç vaxt bunlar üçün məğlubiyyət yoxdur. Elə ona görə də möminlərin belə bir şüarı var. İhdəl husnəyn. Bu Quran şüarıdır. Yəni hər ikisi gözəldir, hər ikisi qalibiyyətdir. İstər meydanda şəhid olasan, istər də mübarizədə qalib gələsən. Hər ikisi qalibdir. Ona görə üzr istəyirəm. Ona görə nəticə alırıq ki, haqq cəbhəsi ümumiyyətlə mümkün deyil. Dini baxışda məğlub olması mümkün deyil. Bu bir məsələyə yanaşma. O günləri elə sizin sözünüzə qüvvət var deyirəm. O günləri mediada görürəm. Daha neçə dəfə də görmüşəm. Görürəm əziz rəhbərimizin şəhid olmasını qoyurlar, deyirlər ki, İsrail İranı məğlub edir. Məsələn, filan kəsi şəhid elədi, öldürdü, belə deyirlər, məhv etdi. Nə bilim, müqavimət cəbhəsinin liderlərini qoyurlar, onların deyirlər ki, filan kəs də öldürdü. Hətta görmüşəm bir şəkildə yazmışdı ki, İsrail İran 41-0. Yəni İran 41 dənə mühüm şəxslərin İsrail öldürüb qələbə qazanır. Siz bunu, mən onu demək istəyirəm, həmin media, məlum məsələdir ki, bunlar bizim xalqımızda olan şəxslərdir. Siz onu hansı cəmiyyətə deyirsiniz? Siz o cəmiyyətə deyirsiniz, o cəmiyyətə bunu təbliğ edirsiniz ki, həmin cəmiyyət şəhadətlə böyüyüb. O cəmiyyətə təbliğ edirsə, həmin cəmiyyət İmam Hüseyn məktəbi ilə böyüyüb. Siz bu cəmiyyətə deyirsiniz ki, şəhadət məğlubiyyət. Yəni yazdıqlarından kinayəli şəkildə bu çıxır da. İranın böyük şəxsiyyətləri, müqavimət cəbhəsinin öndə gedən şəxsiyyətləri öldü və Əssalam İsraili qalib kimi, Amerikanı qalib kimi göstərirlər. Belə olduğu halda bəs Qarabağda olan şəhidlərimizi biz başımızın üstündə gətiririk. Deyirik ki, həqiqətən vətənimiz uğrunda, haqq yolunda, İslam torpağı uğrunda bunlar şəhid olublar, bunlar qalibdirlər. Biz bunları fəxrlə, qələbə şəkildə aparıb dəfn eləyirik.
Deməli nə hiss var cəmiyyətdə? Cəmiyyətdə hiss var ki, şəhid olublar, qələbə sevinci var bunlar. Yəni qalib olublar, həyatları hədər getməyib. Siz gətirirsiniz buradan şəhadəti məğlubiyyət kimi göstərirsiniz. Deməli Azərbaycan mediası bu günlər Azərbaycanda təbliğ olunan həmin məsələlər ki var, məlum məsələdir ki, bunların pərdə arxasında bizim millətimizin hətta mədəniyyəti ilə uyğun gəlməyən şəxslər tərəfindən idarə olunmasını göstərir. Bu mühüm məsələdir. Yəni bir növ şəhadəti insanlara məğlubiyyət kimi göstərmək. Ümumiyyətlə şəhadət prinsipi olsun, ya başqa dini dəyərlər olsun, boşluqlardan biridir. Cəmiyyətimiz, insanlar daha doğru başa düşmürlər mövzunu. Bəzən deyirlər ki, şiələr niyə fərqləndilər bu müharibədə? Ümumiyyətlə meydanda niyə şiələrdir? Ümumiyyətlə İslam inqilabı niyə qalibdir? Niyə İran qalib oldu? Biz hər şeydən öncə bunu deməliyik ki, İslam inqilabı elə bir sistemdir ki, əsrlər boyu peyğəmbərlər və imamlar bu sistemin dalınca olublar. Əsrlər boyu azad insanlar, Allah dostları bu sistemi arzulayıblar. İslam inqilabının prinsipi nədir? Zülmə boyun əyməmək, tövhidi hakimiyyəti cəmiyyətdə bərpa eləmək. İmam Xomeyni rəhmətullah taala əleyhin əsas prinsipi bu idi. Cəmiyyəti Allahın rənginə boyamaq. İslam inqilabının əsas mövzuları bundandır. Zülmdən barışmamaq. Şəhid rəhbərimizin də son çıxışlarından biri bu oldu da. Həzrəti Hüseyn əleyhissalam ki, siz də buyurdunuz, həmən şüarı dedi. Mənim kimisi Yezid kimisinə beyət eləməz. Ona görə şəhadəti seçdi. Demək istəyirəm ki, İslam inqilabının qalibiyyətinin əsası buna söykənir ki, tövhid prinsipini cəmiyyətdə yaşatmaq istəyirlər. Xülasə İslam inqilabı əsası Həzrəti Hüseyn tərəfindən Kərbalada qoyulmuş və tarix boyu şiələrin qanı ilə suvarılmış bir mübarək ağacın şirin meyvəsidir. Yəni inqilab elə belədən baş verməyib ki, əsrlər boyu şiələr bunun ardınca olub, qiyamlar eləyiblər, şəhid olublar və o şəhidlərin qanı ilə ağac suvarıldı və nəhayətdə bu inqilabın baş verməsinin şahid olduq. Bu inqilab həmən o ağacın şirin meyvəsidir. Yəni bu İslam inqilabının əsas prinsipi bundan ibarətdir ki, biz zülmdən barışmayacağıq. Bu zülmdən barışmamağın da kökü var da. Həzrəti Əmir əleyhissalam öz vəsiyyətində bizə nə buyurdu? Tək şiələrə buyurmayıb ki, bütün müsəlmanlara buyurub ki, kunu lizzalimi xasma, zalimin düşməni olun, məzlumun köməkçisi olun. Bu prinsiplərdir ki, şiəni meydana gətirir. Ümumiyyətlə zalimlə, zülmlə düşmənçilik eləmək, ümumiyyətlə dünya baxımından insana izzət verir. Bəli. Baxın, indi Ayətullah Seyyid Əli Xamneyni baxın heç müsəlman olmayan cəmiyyətdir. Sən ki mən də baxırdım blogerdir, Yapon Koreyalı bloger. Görürsən ki məşhurdur, rəhbəri təbliğ edir. Görürsən ki bir insanı zülmlə ümumiyyətlə mübarizə aparsa sən izzət tapacaqsan. Bu gün müsəlman liderlərinə baxın. Trumpdan qorxurlar. Necə zəlildilər. Trump istədiyi sözü onlara deyir. İstədiyi ki ölkələrindən alır, aparır. Heç bir söz deyə bilmirlər. Buna deyirsiniz siz qələbə. Bu yaşayışı deyirsiniz qələbə. Bu yaşayış zillətdir, zəlillikdir, məğlubiyyətdir. Yəni baxsız əgər dünyəvi baxışdan belə insan, bir dənə dünyəvi insansın, hər hansı bir yerdə yaşasın, İslamı olmasın. Baxanda görür ki, zülmə, zorakılığa eləyən şəxsin qabağında durmaq insanın şəxsiyyətinə izzət bəxş edir. Amma onun müqabilində əzilsən, həmkəs zəlilsən. Yəni bəzən ki deyirlər, şiələr meydandadır, şiələr daha fərqli görsənirlər. Bunların səbəbi Həzrət Hüseyn məktəbidir. Bunların səbəbi Əmirəl-Mömininin vəsiyyətidir. Üstəlik Qur'anın tövsiyəsi nədir? Tövbə surəsinin 13-cü ayəsi, 14-cü ayəsi bizə nəyi buyurur? Buyurur ki, məgər siz öz əhdlərini pozan, peyğəmbəri çıxardıb qovmaq niyyətində olan, üstəlik sizinlə döyüşə birinci başlayan bir tayfə ilə vuruşmayacaqsınız? Məgər onlardan qorxursunuz? Halbuki əgər möminsinizsə əslində daha çox Allahdan qorxmalısınız. Ayənin ardınca Allah Mütəal buyurur ki, onlarla vuruşun ki, Allah onları sizin əlinizdən cəzalandırsın. Yəni
İslam təhrif olunmuş xristianlar kimi deyil ki, bir üzvə şillə vuranda o biri üzvü çevirəsən. Əynindən cübbəvi alanda verib gedəsən. Ya səni dala itələyəndə 1 mil dala itələyəndə 2 mil dala gedəsən. Yox, İslamın prinsipi budur ki, sənə qarşı bu təcavüz edənə qarşı çıxmalısan, mübarizə aparmalısan. Bir də Allah Taala qüdrətlidir. Allah hamını məhv eləyə bilər. Bir anın içərisində. Amma ayə bizə buyurur ki, onlarla vuruşun ki, Allah onları sizin əlinizlə cəzalandırsın. Yəni Allahın istəyi budur ki, biz meydana gələk. Allah cəzanı bizim əlimizdən versin. Bu günləri Allah Taala İran İslam Respublikasının vasitəsilə küfr cəbhəsini cəzalandırır. Bu Qur'anın prinsipidir. Bəli. Ona görə demək istəyirəm ki, şiələr həm öz imamlarının, həm Qur'an-ı-Kərimin göstərişinə əməli surətdə əməl edirlər, yəni praktiki olaraq əməl edirlər deyə fərqlənirlər. Yəni qalibdirlər belə Ümumiyyətlə deyək. belə Qalibdirlər. deyək, ümumiyyətlə belə deyək, harda görsənib ki, normal insan haqla batil döyüşündə batilə qarşı döyüşənləri məğlub adlandırsın. Ümumiyyətlə batilə qarşı döyüşməyin özü qalibiyyətdir. Bəli. Qalibiyyəti gözləmək lazım deyil. Bəli. Mən bir misal çəkim. Misal üçün bir cavandır, 10 nəfər gəlir onunla ona qarşı hansısa bir təpki göstərir. Ona deyir ki, zilləti qəbul etməsən, falan işi görməsən, mənə nökərçilik eləməsən. Bu cavan onların qabağında dayanır. Deyir, yox, mən yox, siz mənə nökər olmalısınız. Bu sözün özü qalibdir, qalibiyyətdir. İndi biz heç vaxt baxmırıq ki, bu cavan 10 nəfəri döydü, öldürdü, yoxsa yox. Biz deyirik, bu söz ki, 10 nəfərin qabağında çıxıb dedi, mən nökərçiliyi qəbul eləmirəm, mən zilləti qəbul eləmirəm, sən özünsən zəlil, sən mənə nökər olmalısan. Biz deyirik, bu söz özü qalibiyyətdir, bu mübarizə özü qalibiyyətdir. Əgər bunu tətbiq eləsək, İran, İsrail, Amerika döyüşündə bu cür nədir? İsrail, Amerika bütün dünyaya gücü satan bütün qüdrətlərə deyir ki, gərək zilləti qəbul edəsiz, gərək bizə tabe olasınız və bir dəstəsində tabe edib. Amma təkcə İrandır ki, 47 ildir inqilabdan sonra əvvəlin birinci cümləsi bu olub ki, Amerika qələt eləyir, İsrail aradan getməlidir. Amerika böyük şeytandır. Amerika böyük şeytandır. Siz bizə nökər olmalısınız. Əgər lazımdırsa, nökərçilikdən söhbət gedirsə, siz olmalısınız. Biz izzətliyik, siz zəlilsiz. O da İran bu günləri ki, mübarizəyə başlayıb, kimlə mübarizə edir? Bir dənə haqq cəbhəsi o şəxslərlə mübarizə edir ki, epişteyinçilərdir, insan əti yeyib, uşaq qanı içənlərdir və o tərəfdən o qədər dəyərsiz və şərəfsiz insanlardır ki, hətta öz qızına çox pis söz deyir. Deyir ki, bu qızım olmasaydı ona evlənmək təklifini edərdim. Belə bir cüssə ilə, belə bir batil, iyrənc bəşəriyyət və insaniyyətə ləkə olan ünsürlə mübarizə eləməyin özü qalibiyyətdir. Bu mediada da biz bunu gərək tətbiq edək. Hər media ki, bunlara qarşı mübarizə edir, özü qalibiyyətdir. Hər fərd, hər politoloq, hər blogerlər, hər siyasətçi, hər bir insan bir status qoyursa bunlara qarşı, bunun özü qalibiyyətdir. Bu bir məsələ. Sizin əgər sözünüz var isə buyurun, sonra mən davam edərəm. Burasını demək istəyirdim ki, ən pisi də budur ki, o dediyiniz iyrənc cəbhə qarşı tərəfə həmin adları yapışdırmağa çalışır. Qarşı tərəfə deyir ki, demokratik olmalısınız, humanist olmalısınız. Kim deyir bu sözü? Həmin o iyrənc qərb. Təsəvvür edin, qərb dünyası içərisində çox xülasə desək, ən çox insan hüquqlarından dəm vuran, ən çox insan hüquqları ilə bağlı institutları, təşkilatları olan Fransadırsa, həmən Fransa tək Əlcəzairdə 5 milyona yaxın insanı qətlə yetirib, soyqırım eləyib. Bu ilə də kifayətlənməyib. 18 min nəfər müsəlmanın kəllə sümüyünü etnoqrafiya muzeyində saxlayıb və bununla fəxr eləyir, bununla güc göstərmək istəyir. Bu qədər iyrənc bir cəbhədir. Gəlir deyir ki, humanist olun. Təsəvvür edin, bir nəfər gecə-gündüz əxlaqsızlıqla məşğul olur, paç qadınlara deyir ki, iffətli olun. Bunların işi ona bənzəyir. Dedi ki, bu qalibiyyət mövzusuna iki cəhətdən yanaşmaq olur da. Biri də bu cəhətdir ki, biz ümumiyyətlə hazırki döyüşə baxaq. Kimdir qalib? Kim hədəflərinə çatdı? Siz gözəl buyurdunuz.
düşmən ki, hədəf təyin eləmişdi, heç birinə çatmayıb. Düzdür? Bu tərəfdən isə nəinki hədəfinə çatmayıb. Düşmən istəyirdi İranda ixtişaş yaratsın, hökuməti ələ alsın, Amerikada ixtişaş yarandı öz əleyhinə. Düşmən istəyirdi İranı zəiflətsin, hal-hazırda Hormuz boğazı bağlanıb. Bəli. Təsəvvür elə, Tramp əvvəl qışqır-bağır saldı ki, mən hücum eləyəcəm, belə eləyəcəm, tez açın filan, vaxt təyin elədi, 5 gün. Əvvəl neçə saat, sonra 5 gün müddət təyin elədi, heç birində alınmadı. Sonra NATO ölkələrinə müraciət elədi, başladı yalvarmağa. Avropa ölkələrinə müraciət edirdi yalvarmağa, heç kim də yaxın gəlmir. 3 dənə böyük gəmi gətirib, müasir silahlarla təchiz olunmuş 3 dənə gəmi gətirib, heç biri də yaxınlaşa bilmir. Sonra da özün qalib kimi tanıtdırır. Sizcə burada kimdir qalib? Bu açıq-aşkar görsənir də. Bu deyir raketləri qurtardım. Bu həmin günü ki deyir raketləri qurtardı, bunlar daha artıq sürətdə hücum eləyirlər. Düşmənə hücum eləyirlər. Bu o deməkdir ki, hətta bu cəhətdən də gərək baxaq. Baxın, İrana hücum olunur. Hətta uşaqları vurublar, şəhid ediblər. İranda hər gecə insanlar çıxır küçələrə, İsrailin, Amerikanın əleyhinə şüarlar verirlər, inqilabı dəstəkləyirlər. Amma bir dənə raket gedən kimi Amerika bazalarına onların xüsusi təyinatlı əskərləri qaçır otellərdə gizlənir. Və ya İsraildə insanlar gedib ancaq yerdə sıçan kimi yaşamaqları adət ediblər. Sıçan kimi yaşamağa adət ediblər, bunkerlərdə yaşayırlar. Bu o deməkdir ki, bu cəhətdən də məsələyə baxsaq qalibik. Siz o ki deyirlər filan Seyid gözəl buyurdu, 40 nəfər şəhid olub. Axı şəhadət qalibiyyətdir, şəhadət məğlubiyyət deyil. O tərəfdən də sizin hünəriniz çatır, bir dəfə çıxın, məsələn, region ölkələrə, öz bazalarınıza bir səfər edin, baş çəkin, görün əskərləriniz nə vəziyyətdədir. Trump ki özün super qüdrət bilir. Netanyahu ki özün super qüdrət bilir. Duxu çatır gəlsin İraqda, məsələn, bir dəfə baxsın görsün bazılarda nə xəbər var. Duxu çatır buna, hünəri çatır, hünəri yoxdur. Bu əvvəlki məsələyə bir də qayıdım. O ki iyrənc bir haqq cəbhəsi, iyrənc bir ünsürlə mübarizə eləyir. Hətta öz qızına belə tamah salan bir ünsürlə mübarizə eləyir. Bu təbiidir ki, bu qalibiyyətdir.